Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. E-Hüquq az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0,2, xərclərimiz 0,3% artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən 2,4% artacaq, deputat bildirib. Bayramov qeyd edib ki, dövlət büdcəsində bir barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur. Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün bir barel xam neftinin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. Bir barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir. Deputatın sözlərinə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxil olmalarda payının 57,4% proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri-neft qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52,3% nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımından təqdirə layiqdir. O deyib ki, gələn il müdafiə və milli təhlükəsizlik üçün 8-7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7-6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4-8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7% proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54% qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40%-dən çoxunu təşkil edəcəyi gözlənilir. Gələn il hansı artımların olacağına gəldikdə isə Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1.100.000 vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. O sonda qeyd edib ki, digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq.